Kəlbəcərdə fəaliyyətini bərpa edən İsti su mineral su zavodu işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesinin mühüm sənaye layihələrindən biri kimi regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Kəlbəcərin Dəldağ ərazisində dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşən İsti su mənbəyindən çıxan suyun temperaturu 60 dərəcədən yüksəkdir. Tarixi mənbələrə görə isti su mineral suyunun istehsalını ilk dəfə 1976-cı ildə başlanılıb. Ermənistanın 1993-cü ildə Kəlbəcəri işğal etməsindən sonra müəssisənin fəaliyyəti dayandırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilməsindən sonra bölgədə geniş miqyaslı yenidən qurma işlərinə başlanılıb. 2022-ci ilin iyunun 26-sında Prezident İlham Əliyev tərəfindən İsti su mineral su zavodunun təməli qoyulub. 2024-cü il sentyabrın 2-sində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər. Zavodun əməkdaşı Xaliq İbrahimov deyir ki, uzun illər sonra doğma yurda qayıdaraq burada yaşamaq və işləmək qürur vericidir. Uzun illərdir ki, doğma yurdumuzdan uzaqda yaşayırdıq. Amma bugün sevinç ilə deyə bilərəm ki, işğaldan azad olunmuş Kəlbəcərdə yenidən həyat qurmaq bizim üçün sadəcə bir fürsət deyil, həm də böyük bir xoşbəxtlikdir. Dövlətimizin göstərdiyi diqqət və qayğı sayəsində mənzillə təmin olunmuşam. Hal-hazırda Kəlbəcər rayonunda yerləşən İsti su mineral su zavodunda mühasib kimi fəaliyyət göstərirəm. Doğma rayonunda işləmək, onun inkişafına öz töhfəmi vermək mənim üçün böyük qürur mənbəyidir. Burada yaradılan iş şəraiti, yeni imkanlar insanı daha da həvəsləndirir. Bu səbəbdən göstərilən diqqət və qayğıya görə dövlətimizə dərin təşəkkürümü bildirirəm. Çünki biz bugün bu qayğı və dəstək sayəsində yenidən öz yurdumuzda xoşbəxt şəkildə yaşayır və çalışırıq. Qeyd edək ki, hazırda isti su mineral suyu bir sıra xarici ölkələrə ixrac olunur və məhsulun beynəlxalq bazarlardakı ixrac potensialı getdikcə artır.